Madam ki deyirsiniz ki, örtük əxlaq göstəricisi deyil. Qadının geyimi heç vaxt onun əxlaq ölçüsü ola bilməz. Niyə özünüz geyim əsasında cəmaatı cahil hesab edirsiniz? Bizdə kimsə müsəlman olmaq istəyirsə, biz ona bütün illərin yükünü taxırıq ona ki, gələn 24-cü əsrdə Gəncə dinlə maraqlı ola bilər. O cəmiyyət Şüeyb tanıyırdı, İsa tanıyırdı, İsmail tanıyırdı. Nə peyğəmbər, nə imamlar, nə böyük alimlərin mən bir dənə əsərlərində görməmişəm ki, huridə ilişib qalsınlar. Hani Quranda bir namaz var, Allah namazdan soruşacaqsa, hanı bu namaz? Namazdır da, dua elə günən Allah üçün. Oruçdur. Hələ mən baxaq görək oruç deyəndə nə nəzərdə tutulur? Hədis kəlam var idi. İnsanlar nə qədər yeni günahlar icad etsələr, Allah da onlara yeni misli görünməmiş bəlalar gətirib çıxartacaq, verəcək. Bəzi adamlar elə bilir ki, həkimin yanına getməyim, Allaha şərik qoşmağımdır. Az yaşlı uşaqlar başlarını örtməsinlər, bu məcburiyyətdir. Gözəl, qəşəng. Başa düşdüm. Mən özümdə məcburiyyəti qəbul etmirəm. Allahdan başlanmalıdır insan. Ondan sonra peyğəmbər, ondan sonra qiyamət filan, Quran, bunları qəbul edən adamla sən başörtüsündən danışa bilərsən. Salam dostlar, siz Podkast Kimi Adam layihəsinin növbəti buraxılışını izləyirsiniz. Mənim adım Səməddir. Burnumdakı plasterlara əhəmiyyət verməyin. Mən bir neçə video öncə bunun haqqında məlumat vermişdim. Burun əməliyyatı keçirdim və nəyə görə bu əməliyyat keçirildi, neçə il idi, nə idi və s. həkiminə qədər orada məlumat vermişəm. Yəqin ki, həmin buraxılışın posteri artıq bu videoda çıxdı. Keçid edib kanalda ona baxa bilərsiniz. Qısa videoda 10 dəqiqəlik. Ümid edirəm ki, növbəti çəkişi artıq bunları qopararlar. Qısaca onu deyim ki, mən burun çəpəri əyri idi, nəfəs almaqda çətinlik çəkirdim. Ona görə bu əməliyyatı elədim. Bu məsələnin bir tərəfi. Bugünkü qonağımsa Fərdi Abdullahdır. Fərdi bəy, xoş gəlmisiniz. Xoş gəldiniz. Çox sağ olun. Təşəkkür. Fərdi bəy ilahiyyatçıdır. Keçən podkastda mən bu gün baxırdım, təkrar görürəm ki, danışmışıq. Podkastın ortasında deyirəm ki, bu sualları ona görə verirəm ki, Fərdi bəy ilahiyyatçıdır. Ona görə indi əvvəldən təqdim edeyim. Deməli, mən keçən dəfəki buraxılışımıza baxdım və açığı keçən il Ramazan ayında biz onu çəkdik. Bu dəfəki buraxılış Ramazan ayının ərəfəsindədir, yəni bir neçə həftə qalıb da Ramazan ayının başlamasına. Məndə orada təkrar yeni suallar yarandı. İlk növbədə mən soruşmaq istəyirdim ki, Ramazan ayından öncə bir neçə ay da var ki, bildiyim qədərilə həmin aylarda da müsəlmanlara oruç tutmaq savab sayılır. Bu hansı aylardır? Biz indi o aylardan hansındayıq? Və bu aylarda oruç tutmaq niyə savab sayılır və tutaq ki, kimsə istəsə oruç tutsa, qazancı nə olacaq? Təşəkkür edirəm dəvətiniz üçün və kollektivə də müvəffəqiyyət arzulayıram. İndi suala keçincə, qeyd etdiyiniz məsələlər bir Rəcəb ayı, Şəban ayı, bir də Ramazan ayı. Adətən indi qeyd etdiyiniz 2 ay həmin Rəcəb, Şəbandır, daha sonra Ramazan ayıdır. Müsəlmanlara vacib olan Ramazan ayında oruç tutmaqdır və bu Quran əsaslıdır. Bundan əvvəl 2 aya gəlincə isə necə ki digər ibadətlərin müstəhəb deyək ki, bir savab və ya hazırlıq versiyaları var. İndi onu nə qədər belə bu cür qeyd edim. Bir də vacib hissələri var. Bizdən tələb olunan vacib hissələrdir. Amma kim ki o bir bonus əldə etmək istəyir, əli şəriətə ifadə istinad edirlər ki, ona deyirlər ki, siqaret çəkməyin, nəsə irad bildirirlər. O qayıdıb deyirdi ki, həyatın bir üfüqi tərəfi var, bir şaquli tərəfi var da. İndi yəni məni maraqlandıran tərəfi başqa tərəfdir. Yəni insan var həyatını üfüqi yaşayır, yoxsa şaquli yaşayır. Əgər o hər tərəfli yaşamaq istəyirsə, sözsüz ki, bu müstəhəbbə də əməl edəcək ki, məsələn, ariflərin həyatına baxsaq, onlar bu müqəddimələrə fikir veriblər. Bir növ ki, məşq edirlər özlərini, hazırlayırlar Ramazan ayına daxil olsunlar. Yoxsa birbaşa elə Ramazan ayına daxil olanda bir çoxları üçün çətin olur. İndi bu aylarda qəzasını tutanlar var, məsələn, keçən Ramazan ayından tuta bilməyiblər və ya bu qəbil məşq edirlər və onunla da Ramazan ayına daxil olurlar. Bir daha deyim, Rəcəb ayıdır, Şəban ayıdır, daha sonra Ramazan ayıdır. Aha.
Dünən axşam mən bugünkü çəkiliş barədə düşünürdüm və nədənsə bu fikirlər mənə müxtəlif versiyada gəlirdi. Yəni yatmazdan əvvəl bir yanılmıramsa yuxu getmədi gözümə və bu fikir ağlıma gəldi. Deməli onu da sizdən soruşuram. Mən fikir nədən ibarət idi? Mən düşündüm insanın yaradana təslimiyyəti barədə. Yəni təslimiyyət deyəndə nəyi nəzərdə tuturam? Yəni sən hər hansısa bir işi nədirsə, onu Allahın öhdəsinə buraxırsan tam olaraq. Deyirsən ki, ilahi, yəni mən bilmirəm də bu necə olacaq. Sənin öhdəvə buraxıram, sən bunu həll elə və bunu həqiqətən 100% edirsən. O cür eləmirsən ki, ilahi 90% sənin öhdəvə buraxıram, 10% Əhməd, nə bilim, Əhməd Səməd bəlkə həll eləyər bunu. O cür yox. Mən düşündüm ki, öz şəxsi həyatıma bir nəzər saldım ki, bu hansı hallarda mümkün olub? Gördüm ki, mən həyatımda heç bir zaman istisnasız şəxsi seçimimlə iradəli şəkildə buna eləməmişəm. Yəni həmişə belə bir vəziyyət yaranıb, məcbur o situasiyaya düşmüşəm. Görmüşəm ki, yəni insanoğlu artıq mənə kömək edə bilməz. Yəni ən azından mənim bildiyimi heç kəs və heç bir formada mənə kömək edə bilməz. Həmin halda tam təslim olmuşam və öz-özlüyümdə demişəm ki, ilahi, buraxıram sənin öhdəvə. Artıq sən bunun məsələnin həllini nə cür həll edərsənsə, bu o cür olsun. Elə onu düşünəndə mənim ağlıma gəldi ki, görəsən İslam dinində belə bir şəxsiyyətlər olubmu ki, bunu bu formada praktika edə biliblər və onların bununla bağlı hər hansısa bir qeydləri, tövsiyələri varmı ki, onlar bunu həqiqətən edə biliblərmi? Şəxsi seçimləri ilə, istəyi ilə özlərini tam Allahın iradəsinə təslim eləsinlər. Yəni özlərini deyəndə indi adətən insan hər hansısa bir işi olur da, nəsə bir iş, çətinlik, onun həllin. Buyurun. Sovet propagandasında bəzi İslam alimlərini bizə ateist kimi tanıtdırmağa çalışırdılar. Məsələn, İbn Sina özüdür və ya Nəsrəddin Tusidir. Onların həyatlarını oxuyanda maraqlıdır ki, bu məsələ təkcə fərdi qərar verməkdə yox, elmi prizmadan da özünü göstərib. Axtarıblar, araşdırıblar, gəlib bir dalana dirəniblər, ondan o yana keçə bilmirlər. Və əl atıblar niyə? İbadətə. Məsələn, namaz qılır, özünü təslim edir ki, yəni mən bilmirəm, bundan çıxış yolunu bilmirəm. Hətta alimlərdən biri, səhv etməsəm Nəsrəddin Tusi deyirdi ki, o dünyanın ləzzətlərini duyan padşahlar var. İndi gəlsinlər, görsünlər ki, mənim duyduğum həzzi yaşayıblarmı? O məsələn namaz qılır və qəfil zehninə o açar gəldi. Bu məsələnin çətinliyini hardan həll eləsin? Hətta bəziləri deyir ki, zümzümə də edərdi. Qonşular çıxardı ki, sakit ol ki, gecənin paləmi, qoy imkan ver ki, yataq. Yəni o ki, o halı tutur, buradan açılışını edir və qeyd edir. Yəni təslimiyyət biz elə bilirik ki, bəzən problemdədir. Yox, problemdə deyil. Başqa həyatın başqa anları da var ki, Allah bizdən tələb edir, əgər sən, məsələn, indiki trendlə desək, özünü sevmək. Hamı deyir ki, özünü sev, özünə dəyər ver. Çox gözəl, insan özünü sevməlidir. Lakin bu özünü sevmək, ego, təkəbbür tərəfinə gəlib çıxmamalıdır. Əgər çıxsa, həyat öz balansı ilə, indi biz bəzən həyat deyirik, kainat deyirik, amma bir tərəfi də Allahdır da, insanı öz yerini, həddini bildirəcək. Yəni, o təkəbbür hara qədərsə gedib çıxmayacaq. Burada da belədir. Mən hər şeydə qərarı bilirəm demək, bir növ insanın özünü həm də Allaha şərik tutması kimidir. Mən hər şey bilirəm. Bir hədis kəlam var idi. İnsanlar nə qədər yeni günahlar icad etsələr, Allah da onlara yeni misli görünməmiş bəlalar gətirib çıxartacaq, verəcək. Yəni sən nə qədər o sistemə zidd çıxmaq istəyirsənsə və insan da hər dəfə elə bilir ki, hər şeyi bilir. Elm inkişaf edib, tibb inkişaf edib, hər şey inkişaf edib. Yeni bir xəstəlik çıxır, bəşər görür ki, öhdəsindən gələ bilmir. Təbii fəlakətlər gəlir, edə bilmir. İndi məsələn də cəmaət deyir ki, yox, artıq Yaponiya bundan keçib elə binalar tikirlər ki, artıq zəlzələnin öhdəsindən gələ bilirlər. Bəli, bu cür də etməlidirlər. Ancaq bu demək deyir ki, mən bütün təbiətin, elmin, hər bir şeyin öhdəsindən gələ bilərəm. Ona görə də yenə dediyim ki, təslimiyyət o həddədir ki,
tam da bu deyil ki, bunu da haşiyə ilə bildirim ki, məsələn mən xəstəyəm. Bəzi adamlar elə bilir ki, həkimin yanına getməyim Allaha şərik qoşmağımdır. Xəstəliyə mütləq Allah şəfa verər. Bəli, biz bunu qəbul edirik, lakin bu deməkdir ki, həkimə müraciət etmək olmaz. İndi təslimiyyəti də deyərkən onu nəzərdə tutmalıyıq ki, təslimiyyət o demək deyil ki, mən gedim evdə uzanım, deyim ki, ay Allah, öhdəvə buraxdım hər şeyi. Belə bir rəvayət olunub ki, bir nəfər gəlib məscidə, soruşublar, bəs sən milyonanı? Deyir, buraxdım, Allaha təvəkkül elədim. O da deyir, yox, sən birinci onu bağla günahın ipini, ondan sonra Allaha təvəkkül elə. Yəni, bir sözlə ki, təslimiyyət də ki, elə bir həddə olur ki, insanın öhdəsinə düşən insan edir və edə bilməyəcəyini də ki, Allaha təslim edir ki, ilahi, mən bunu bilmirəm. Xahiş edirəm, məndən bunu çıxış yolun göstərginə. Keçən podkastımızda ki, bizi izləyib dinləyənlər demək istəyirəm ki, yəni kanalda var. Mən böyük ehtimal ki, bu videonun sonunda əgər YouTube-da bizi izləyirsinizsə, o keçən podkastın da linkini qoyacağam. Onu istəsəz izləyə bilərsiniz. Ramazan ayı ilə bağlı niyə oruç tutmalıq və s. orada danışmışıq. Orada bir təkrar izləyəndə gördüm ki, bu məsələ siz toxunmusunuz, üzərindən keçmişik, amma mən düşünürəm ki, bunun təkrarda fayda var və istəyirəm bir də ona toxunaq. Orada siz 2 Quran ayəsinə istinadən bunu deyirsiniz ki, hamımız Allahdan və Allaha doğru qayıdacağıq. Bir bu səslənir, bir də biz ona yol göstərdik, istər şükür etsin, istər. Yox, o deyildi. Hamımız Allahdanıq, ona doğru qayıdacağıq və hər bir canlı ölümü dadacaq. Bu 2 ayələr onlar deyilir və siz orada deyirsiniz ki, bu feillər ərəb dilində o mənada istifadə olunmur ki, yəni sabah öldün sən o olacaq. Yəni biz bu prosesdəyik, proses mənasında bu istifadə olunur və mən bunu təkrar soruşmaq istəyirəm ki, həqiqətən bu hər 2 ayədə o kəlmə ki istifadə olunur, indi ərəbcəsini mən bilmirəm, o sən bu prosesdəsən, ona doğru gedirsən, o mənadadır. Orada bu feilin bu hissəsini bir çox şeylərə aid edirlər. Məsələn, deyir, inni ca'ilun fil ardı xəlifə. Mən yer üzündə xəlifə yaradacağam, canişin yaradacağam. Yox, orada da o feilin o formasıdır, fail formasıdır ki, yəni Allah mütəmadi olaraq bunu edir. Ona görə bəziləri etiqadi baxımından bu cür yanaşırlar ki, Allah Taala heç vaxt yer üzərini öz nümayəndəsi, hüccəti, istər peyğəmbər olsun, istər imam olsun, bu qəbir boş buraxmaz insanı. Burada da bu cürdür, o feildən istifadə edilib ki, inna lillah və inna ileyhi raciun. Biz hamımız Allaha məxsusuq. Əlbəttə, yenə də qeyd edim ki, bu ifadə ki, istirca ayəsi kimi deyilir, bunun əvvəli var. Biz sizi bir miqdar qorxu ilə sınağa çəkəcək. İndi mən ayəni təxmin etmirim, mal nöqsanı ilə, tələfatla, canınızda, özünüzdə, bunları, yəni və bəşşərə sabirin, səbr edənləri müjdələ. O kəslər ki, onlara bir müsibət üz verərkən bunu deyərlər. Bunu deyərlər əlbəttə söz mənasında bunun ilk mənasıdır. Yəni biz hamımız Allah'ınıq, dəxlisi yoxdur. Çünki bu sualı bəzən mənə tez-tez verirlər. Mən az yaşlı övladımı itirmişəm. Məsələn, 8-9 və ya çox sevdiyimin valideynimi itirmişəm. İnsan barışa bilmir bununla və deyir, xahiş edirəm ki, bu məsələdə mənə çıxış yolu gətirin. İndi bax bu ayə bizi bu ayə bizə çıxış yolu göstərir ki, biz hamımız Allah'ınıq. Sən də, övladın da, valideynin də. Bilmək lazımdır ki, mən özüm heç nəyin sahibi deyiləm. Nə malımın, nə övladımın, nə bir şeyimin deyiləm. İkincisi, yəni bunu biləndə ki, Allah bunu mənə vermişdi. Bunu da məndən aldı. Vəssalam. Yəni məndən aldı, yox, bütün bunlar hamısı Allahın əlindədir. Əgər mən öz malımın sahibi kimi özümü bildikdə, mən onu heç yana xərcləyə bilmirəm. Qayıdıb deyirəm ki, mən bunu zəhmətimlə qazanmışam, mən bunu falan eləmişəm və Allah Taala mənə elə sınaqlara verir ki, özün qazanmısan, yaxşı, mən bunu daha ağır yollarla əlimdən çıxır. Və hamımız ona doğru qayıtmaqdayıq. Yəni, qayıdacaq, biz ondan uzaq düşmüşük, haradasa başqa yerə və qayıdacaq nəsə. Qapı açılacaq, hop deyə düşəcək. 40 yaşında, 50 yaşında, yox. Yəni, bu proses artıq başlayır. Və mən də öz həyatıma baxanda ki,
Mən 20 yaşında da deyirdim ki, nə zamansa bir zaman. O gözəl bir şəkil də çəkmişdilər ki, biz elə bilirik ki, biz burada yox, ölüm buradasıdır. Yox, bu belə deyil. Biz baxsaq bəlkə də burdayıq, bəlkə də nə bilim biraz burdayıq. Yəni bizə elə gəlir ki, ölüm haçansa oradayıq. Amma biz biləndə ki, biz bu yolu qayıtmaqdayıq. Yəni biz zaten gedirik, biz doğulandan gedirik bəlkə də. Bu yana əlbəttə indi doğulandan əvvəl də nələr varsa bu cür. Yəni etməkdəyik və orada da kullu nəfsin zaiqatul maut, hər bir nəfs can ölümü dadmaqdadır. İndi yenə də həmin ifadə verilib. Biz deyirik ki, dadacaq. Yox, bu proses ki, bizə elə gəlir ki, ölüm bəziləri deyir ki, sondur, bəziləri deyir ki, keçid dövrüdür. Yox, burada da belədir. Mən özüm istəsəm də, istəməsəm də bu yola düşmüşəm və bu yolun axını məni aparır. Mən hər nə etsəm də, bu belə deyil ki, məsələn, yemək gətirsinlər, ölüm burdadır, mən qayıdım deyim ki, nə zamansa mən bunu nuş edəcəm. Yox, mən bunu dadacağam. Özü ki, o dadmaq bəzən müxtəlif formalarda da ifadə edilir. İndi o ayrıca mənadadır. Yəni, bir daha qayıdım deyim ki, insan bilməlidir ki, mən həmişə keçmişdə də, indidə də, gələcəkdə də Allahınam və ona doğru da fakt qayıtmaqdayım. Mən yenə də 20 yaşımda da baxırdım ki, mən bunu gedirəm, indi də baxıram bunu gedirəm. İndi nəticəsi nədir, nə deyil, indi o da ki, Allahın əlində olan bir şeydir. Yenə də keçən podkastda mən qayıdıram. Orada belə bir mövzuya toxunuldu ki, sual nə idi? Biz nə cür buna keçid edədik? Mən dedim ki, o ki deyilir ki, cənnətdə sizə hurilər və sair nemətlər veriləcək. Siz də orada onu cavablandırdınız. Orada belə bir haşiyəyə çıxdınız ki, dediniz insanlar nəyəsə məna yükləyir də. Məsələn, siz dediniz ki, insan olmasa, yəni o ki biz mənaları qoşuruq, nə bilim dəniz belə gəldi, külək belə əsdi və s. Yəni insan olmasa bu dəniz elə su yığınıdır, külək bir təbiət hadisəsidir və s. Orada məndə bir sual yarandı ki, İslam dininin ümumiyyətlə mənaya münasibəti necədir? Yəni o mənalar ki, insanlığın inkişafı dövründə müxtəlif sivilizasiyalar olub və s. filosoflar düşünüblər, nəsə mənalar çıxarıblar və biz bugünkü gündə gəlib bugünkü reallığımıza çıxmışıq ki, şairlər şeirlər yazır, nə bilim kimsə hansı bir qadının gözəlliyin, eşqin ona məna qatır, gül, çiçək, nə bilim günəş belə doğdu, ay belə batdı. Bu artıq bizim reallığımızdır da, həyatımızın bir parçasıdır və biz bundan yaşayırıq. Tutaq ki, biz hələ bunun sinema tərəfi var, sinema, ədəbiyyat buna nələrsə qatıb. Yəni biz artıq doğulan gündən bağça, məktəb, universitet proqramlaşırıq buna. Bu anlamda dinin münasibəti nədir? Din mənalara, o mənalar ki, insan yükləyir, onlara qarşıdır, yoxsa din də elə bunu təsdiqləyir ki, elə mənalar yükləməyin insan üçün yaxşıdır və onun həyatını da yüngülləşdirir? Çox gözəldir. Həqiqətən siz deyə yadıma düşdü. Məsələn, indiki dövrdə insanlar arasında onun ilkin mərhələləri var. Məsələn, görmüsünüz, Quranda filan şey yoxdur, o yoxdur, bu yoxdur. Bir Quran quru kağız anlamına gəlir. Bunu mən bu dəqiqə biraz bəlağətli danışıqlarla Quranın bütün qüvvəsini deyim ki, zahirən insanların yanında belə quru dəlillərlə sala bilərəm. Əstəğfirullah, sala bilərəm Allahın qarşısında öz potensialımı yox. Yəni, yaxşı olmayan bir hərəkət çıxacaq. Deyəcəm ki, hani Quranda bir namaz var, Allah namazdan soruşacaqsa, hani bu namaz? Namazdır da, dua elə ginən Allah üçün. Oruçdur, hələ mən baxaq görək oruç deyəndə nə nəzərdə tutulur? Öldürdüm onun hökmünü, həccin hökmünü. Həcc əslində niyəsə doğru hərəkət etməkdir. Məsələn, ehram yoxdur, o yoxdur. Bu əslində şeytana daş atmaq nəzərdə tutulmur. Bu qəlbində bir neynəsə mübarizə. Vəssalam, kitabı, Quranı elədim bu cür şəkildə. Biz alimlərə baxanda görürük ki, Quranın əslində, mən indi oraya getmək istəmirəm ki, 4 yanaşma metodu var. Bir zahiri yanaşma, bir orta, bir də tam axırda ki, peyğəmbərlərin, məsələn, imamların yanaşma metodu var. Ora gəlib çatmaq olmur. Quran, məsələn, qeyd edir ki, la yeməssuhu illəl mutahharun.
ona paklanmışlardan başqaları toxuna bilməz. Bunun zahiri mənasını biz götürmüşük ki, Quranın yazılarına dəstəmazsız əl vurmaq olmaz. Fərq eləmir telefonda ya kağızda. Yox, yəni Quranın orijinal xəttinə. Yəni ərəbcədə yazılmış Qurandan söhbət gedir də. Yəni bəziləri deyir ki, məsələn ki, dəstəmazın yoxdursa belə əlvi çəkməklə ona. Bundan ayədən çıxarış ediblər. Sözüm budur ki, biri var ki, ilişdim qaldım burada. Amma digər ayələrə baxanda ki, görəndə ki, Allah Taala insanın daxili nəfsinin təmizlənməsində nə qədər təkidlər edir. Ən çox Şəms surəsində bir neçə ayə and içdikdən sonra Allah Taala deyir ki, "Qad əfləhə mən zəkkaha." Özünü təmizləyən nicata, baba burada da var ha, nicata çatacaq yox. Qad əfləhə, qurtuluşa çatmışdır. Yəni Quranın ifadələrinin qəribə bir tərcüməsi var. Kim bunu edibsə artıq çatmışdır. Yəni bu irəlidə çatacaq bir şey deyil də. Çox qəribədir ki, təskiyə özündən verməkdir də, təmizləmək. Zəkat ifadəsi var. Orada da var da. Yəni Allah çox qəribə belə antonimlərin ifadəsindən bir məna yüklənir. Sən verdikcə çoxalırsan. Biz elə bir yığdıqca çoxalırıq. Allah deyir ki, verdikcə özündən çoxalırsan da. Bu zəkatın mənasında. Bəli, zəkatda da var. Və yaxud da deyir ki, İn şəkərtum ləəzidənnəkum. Əgər siz şükr etsək, biz deyirik ki, sizin üçün nemətləri artıraram. Yox, deyir ki, sizi artıraram. Özünüz artarsınız. Yəni şəxs olaraq artırsınız. Biz elə bilirik ki, yox, nəsə bizə artırılacaq. İndi siz dediyiniz mənadan deyirəm ki, baxın, mən məsələn heyvan kəsməklə bağlı bəzi şübhə suallarım var idi o vaxtları ki, xüsusilə göstərdilər ki, qurban kesirlər, elə biabırsız şəkildə kesirlər. Biraz nəsə qalmışdı. Bir dəfə elə bu haqda da videolar hazırlayanda dedim, mən bunu araşdıracağam. Mənasız araşdırsam, heyvandır uzat, ya keçdin, sadəcə. O gördüm, yox. İslamın qayda qanunları var ki, sən zövq üçün, belə əyləncə üçün ov edə bilməzsən. Bilirsiniz, mən həmişə tutalım Hindu dillərdə deyəsən, Amerikanın o əsl yaşayanlar. Baxırdım ki, mənə çox xoş gəlirdi ki, onlar məsələn təbiətə necə yanaşırlar. Heyvan öldüsə bir üstündə bir ritual edirlər. Bəli. Ruhu var, ona hörmət eləmək lazımdır. Mənə birinci elə gəlirdi ki, İslamda sanki bu yoxdur. Bax, quru yanaşırdım da İslama kağız üstündə, mənasız, məna vermirəm ona. Və sonra baxanda gördüm, yox, bunlara məna yüklənib deyənə heyvan qətlinə o qədər şərtlər qeyd edilir ki, sən zərurətdən bunu edə bilərsən. Yəni, sən əyləncə məqsədi ilə ov edə bilməzsən. Ki, oturum, gedim, çıxım dostlaşına ilə, deyim, gülüm, bir dənə ceyran vurum, edə bilməzsən. Yəni, ehtiyac yaranır ki, bəli, ehtiyac yaranır və hansı mənim ov etdiyim qaçmaq, uçmaq potensialında olmalıdır. Deməli, mən bala ovlaya bilmərəm, körpə bala eləyə bilmərəm və yaxud da ki, hələ yaralanmış və ya bu cür şeyləri eləyə bilmərəm də ki, vur və ya necə edə bilərsən? Hərdən mənə soruşurlar ki, daşla vurub quş öldürmək filan. Çox ovda fikir vermirlər. Deyirsən, olmaz qardaşım bunları. Sən heyvana əziyyət verərsən. Heyvanı heyvanın yanında kəsmək. Görürsünüz ki, olmaz. Baxırsınız ki, adi qəssablar buna fikir vermirlər. Qoyunu qoyunun yanında kəsirlər. İnsanın öz əli ilə böyütdüyü heyvanı kəsməsi məkruhdur. Yəni özün qəlbində yaranıb baxır, bəli də, bəyan etməyib. İndi əlbəttə haram deyil. Yəni görürsüz o qədər şeylər var. Nüanslar var da, diqqət ediləsi. Qəssablıq məkruh sənətdir. Yəni bəyənilmir. Sən o qədər bəzən həkimləri deyirlər ki, qəssab kimisən ha. Cərrah. Yəni bu düzgün deyildi. O qədər qan görürsən, o qədər adiləşir sənin üçün ki, o bəzi filmlərdə, Hollywood filmlərində killer kimisə öldürəndə onun gözlərinin içinə baxa-baxa ki, deyir onun necə həyat sönür onun gözlərində. Yəni bu psixoloji pozğunluqdur artıq da. İndi bilirsiniz, bu mənalar çıxanda burdan baxırsınız ki, quru bir
şəriətçilikdən olmaz və bu günləri dünyada məhz o şəriətçilərin əlindən dada gəlib. Barmaq silkəlirlər, deyirlər. Məsələn, belə baxsaq səmimiyyətlə Taliban bəlkə də müsəlman ölkələri arasında daha səmimidir. Baxsaq, qayıdıb deyəcək ki, mən filan hədisə əsaslandım, bunu elədim, filan ayəyə əsas. Deyəcəksən, axı orada elə deyilmir, deyəcək ki, sən öz ağlınla düşünürsən. Yox, nə deyirsə burada bunu da etmək lazımdır. Necə ki, bəzi məsələn tayfalar var, deyir ki, Quranda məsələn Allah o başqa mövzularında da ərşə qalxdı. Nə bilim, bunları zahiri mənada götürüblər. Allahın əli var. Allah Taala deyib, əlim əlimin üstündədir. Deyirsən, qardaşım, mən də deyirəm, əlimin altında böyüyüb, əlimin altında işləyir, əlimin suyu yoxdur filan. Deyir, yox, sən onu yozursan. Bax, məna verməyəndə ki, olmayan, sənin ixtiyarın yoxdur. Amma biz Quranda baxanda görürük, təvil sözü var. Onun həqiqi yozumu. Allah dəfələrlə deyir ki, baxın, görün, mən necə misallar çəkirəm. Düşünün, daşının, mən bunu niyə dedim, mən bunu niyə bu misalı çəkdim. Yəni, bunları bizə qeyd edib. Həmçinin bu huri, cənnət, şərab, nə bilim, bunlar da budur. Mən hələ nə peyğəmbər, nə imamlar, nə böyük alimlərin mən bir dənə əsərlərində görməmişəm ki, huridə ilişib qalsınlar. Bunlar bilirsiniz, bunlar həmin o zahiri mənalardır. Ondan aşırlar. Qayıdıb adam deyir ki, Quranda ayə var ki, peyğəmbər, siddiqlər, şəhidlər və bu qəbil bir yerdə olarlar. Onlar necə gözəl dostdular. Deyir, mənə bu maraqlıdır məsələn. Nəinki huri-muri. Bəzi adamlar deyir ki, yox, mənə Allaha qovuşmaq maraqlıdır və bu cürdə. İnşallah indi əgər irəlidə suallar olsa ona toxunarıq. Yəni mən anladığım odur ki, İslam məna yükləməyə qarşı deyil, sadəcə nə cürsə insan düzgün mənaları tapmalıdır. Bilirsiniz, birincidə məna qoydum ona, elədim Quranı belə sadəcə rəfə saldım. Yəni namaz nədir? Mənalandırıram, amma yanlış mənalandırıram. Obursunda deyirəm ki, mən ümumiyyətlə məna deyilən bir şey yoxdur, quru kağızdır. Bu mənim daha çox ekstremist qüvvələrə işləməyimə səbəb olur. Birində də var, Allah Taala deyir ki, mənalandırma var. Amma bu kimlərə aiddir? Orada da qeyd edir, Allaha və rəsixunə fil ilm. Allah Taala deyir ki, Quranın bəzi ayələri möhkəmdir. Məsələn, Allah Taala deyir ki, leysə kəmislihi şey. Onun kimi heç nə Allaha bənzəmir. Bu möhkəm ayədir. Bunu heç yana yoza bilməzsən. Yəni orada istisna qoyulur. Bəli. Amma məsələn deyir ki, qiyamət günü Allaha nəzər salacaqlar. Mən bu möhkəm ayə deyir bu. Bilirsiniz, bu Allah Taala deyir ki, bunlar hamısı təvil edilməlidir, mənalandırılmalıdır. Bəzi Quranın möhkəm ayələrini mənalandıra bilməzsən. Allah sənə deyib, budur, vəssalam. Amma bəzi ayələri mənalandırıla bilər, amma kimlər mənalandıra bilər? Bunlar artıq yenə də mənalandırılma da sərbəst deyil. Ki, oturum ağlıma gələn, deyirəm, ağlım mənim belə deyir, Allah mənə ağıl verib. Deyirsən ki, var belə adam, mən danışmışam. Deyirəm ki, məsələn, Peyğəmbərlə sənin ağlın eynidir. Qayıdıb deyir ki, ola bilər elə ayələr var ki, Peyğəmbər onu başa düşməyib və ya düzgün izah edə bilməyib və mən onu daha düzgün izah edə bilərəm. Bu adam müsəlmandır, bu düşüncədədir. Deyirsən, yaxşı, onda vəhiy sənə gələ bilər. Vəhiy necə? Vəhiy əqildən daha üstün mərhələdə. Görürsən ki, yox, ona cavabı yoxdur. İndi yenə də deyirəm ki, bu cür fikirlər ki, mən özüm yozum, yaxşı nəticəyə gətirməyəcək. Amma yox, biri var ki, Allah Taala qoyduğu meyarlar içərisində o tamam ayrıdır. Yaxşı, mən bir sualımda o günlərdə ağlıma gəldi ki, mənim İslami bilgilərim yoxdur deyə bunu soruşuram. İndi bugünkü günümüzün reallığında bizim bildiyimiz və bəzən ilahiyyat bilməyəndə ilahiyyatçılardan soruşduğumuz şeylər var ki, deyək Ramazan ayında vacib olan şeylər və haram olan şeylərdir ki, deyək ki, oruç tutmaq vacibdir və bu orucu pozan müəyyən əməllər var, yemək, içmək və s. Bu əsas belə deyək də bünövrələr və sonra da onun üstünə gələn şeylər ki, yəni çalış ki, nə bilim, qeybət eləməyəsən, eşitməyəsən, falan əməl eləməyəsən və s. Onları qoyaq bir kənara. Amma o vaciblər ki var bugünkü gündə ki,
filan şeylər halaldır, Ramazan ayında filan şeylər haramdır. Bunlar elə İslam tarixində əvvəldən tam belə kompleks şəkildə gəlib tapşırıq olaraq verilmişdi. Yoxsa əvvəl gəldi tutaq ki, dedilər bu cür oruç tutun, sonra filan şeylər gəlir. Çünki İslam sonuncu ilahi din sayılır. Ondan qabaq da dinlər olub. Orada da müəyyən oruc var, onların da müəyyən halalları, haramları var. Bilirsiniz, mən burada bir haşiyə qeyd etmək istəyirəm. Bəzi insanlar var, mən görmüşəm şərhlərdə də yazırlar ki, bu İslamdan öncə də olub. Yəni bunu qeyd etməklə sanki eyibləməyə çalışırlar. Allah Quranda deyir ki, bu təzkirədir. Yəni insanı özünə o Türkiyə türkçəsində bir ifadə var, kəndinə gəl. Bu insanı özünə gətirmək üçündür. Yəni Quran harda qeyd edib ki, mən təzə bir şey gətirmişəm? Yox. Bəziləri deyəndə mən qayıdıb deyirəm ki, bu Yahudilikdir, xristianlıqdır, Quranda başqa şeylər də var da qeyd edilir. Bunlar vahid bir yolun nəticələridir. Sadəcə Quranda İslam deyilərkən Həzrət Məhəmmədin salawatullahın şəriəti nəzərdə tutulmur bəzi yerlərdə. Biz elə bilirik və yaxud Quranda bəzən kitab deyilir, bəzən zikir deyilir, bəzən Quran deyilir. Biz bunları da ayırmalıyıq ki, bunlar hər söz nə deməkdir? Mən bu çətin müzakirədə ora getmək istəmirəm. Oruc məsələsidir, başörtü məsələsidir, namaz məsələsidir. Bu cür şeylər İslamdan öncə də olub. Sadəcə olaraq get-gedə redakta, korrektə işləri gedir də. Biz sonuncu peyğəmbərlərin əhvalatlarını Quranda oxuyaq, gedib Tövratda oxuyaq onları. Tövratdakılar bizə bir ikrah hissi verəcək ki, bu nə məsələlərdir. Amma Quranda görürük ki, bu daha bilirsiniz, rəndələnmiş, qüsurları atılmış, filanları atılmış versiyasıdır. Və bu oruc məsələsi də bu cürdür. Biz bilirik ki, İslamdan öncə də oradakı İbrahim peyğəmbərin ayinləri var idi, qeyd olunurdu. Yəni məsələn həcc ayinləri. Bəziləri qeyd edir, namaz var idisə niyə Allah Quranda qeyd etmir ki, bunu belə elə, onu elə elə. Rüküyə get, buradan səcdəyə get. Çünki ümmət namaz nədir bilirdi. Bilirsiniz, nə olmaz, onu Quran dedi. Deyir, onların namazı Kəbə evinin ətrafından çox fit və əl çalmaq idi. Allah Taala dedi, bu yoxdur burada. Yəni namaz adında bir şey vardı, amma bizim indi bildiyimiz kimi deyildi. Bəli, bilirsiniz, yəni ki, məsələn... Daha doğrusu üzr istəyirəm, namaz adında yox, bir ibadət anlayışı var idi. Bəli, İbrahim peyğəmbər, yəni bütün dinlərdə Allah Taala Quranda Musa peyğəmbərə deyir ki, məni zikr etmək üçün namaz qıl. Deməli, Musa peyğəmbər də namaz qılıb. Yəni, namaz bütün dinlərdə olub. İndi, məsələn, həcc ayinlərinə baxanda, peyğəmbər müşriklərlə müəyyən əməlləri deyəndə, onlar bilirdilər nədir. Çünki bu ənənə var idi. Amma redakta harda olundu ki, bu şirkdir, çılpaq şəkildə Kəbə evini məsələn fırlanmaq olmaz, müəyyən şeylər olmaz. Bu kəlmələri deyəndə çox xahiş edirəm ki, bunları izah eləyəsiniz. Məsəl üçün müşriklər deyəndə kim nəzərdə tutulur? Şirk nədir? Müşriklər indi deyəndə peyğəmbər öz şəriətini, İslamını yaymamışdan əvvəl o Məkkə ərazisində olan bütpərəst adamlar idilər. İndi müşrik çox geniş anlamda, müsəlman özü də müşrik ola bilər. Bir anda. İndi sadəcə terminoloji olaraq o deyirlər ki, bütpərəst adamlar ki, onlar Kəbə evini doldurmuşdular bütlərlə, onlar pərəstiş edirdilər. Peyğəmbər gəlib hamısını çıxartdı. Fikir verin, Peyğəmbər Kəbə evini dağıtmadı ki. Peyğəmbər onu sadəcə büt şeylərindən təmizlədi. Bəli. Bu bilirsiniz, yenə də İbrahim peyğəmbərdən yaşayan ayinlər var idi orada. Bəziləri təhrif olunmuşdu. Xüsusilə kitab əhli də gəlmişlər ora, Yahudilər, xristianlar. Xristianların elə də gücləri o qədər də olmasalar, Yahudilər ki, eşitmişlər ki, yeni bir peyğəmbər gələcək və onlar ümid edirlər ki, bu da Bəni İsraildən olacaq. Orada gözləyirdilər. Yəni Yahudilərin içindən çıxacaq. Bəli.
Çünki Quranda da ayə var ki, onlar yəni oğullarından belə yaxşı tanıyırlar. Çünki onlar bilirdilər ki, belə olacaq, amma Yəni onlar üzr istəyirəm, oğullarından belə yaxşı tanıyırdılar, bilirdilər ki, bu hansı göstəriciləri olan insan peyğəmbər olaraq gələcək o mənada. çünki kitablarında var idi bu göstəricilər, hansı xüsusiyyətlərdə olacaq, məsələn, görkəmi nətər olacaq, əlamətləri nədir, mən onları necə tanıya bilərəm? Yəni bunları bilirlər. Filmdə Məcidinin filmində də deyəsən Bəli, göstərir bəli. ki, peyğəmbərin uşaqlıq dövrü, bəs uşaq gedir və bir bulud onunla hərəkət edir və yaxud da çiynində xal var. Bu tip Bəli, bəli, göstəricilərdən bəli. söhbət gedir. Deyək ki, bu sualı verəcəm, o nə cavab verə bilər? Bunu olsa nətər olar? Çünki orada da görürsüz ki, Şama gedəndə onun danışıq və özünü ifadə tərzindən o baş yəni din xadimi tutur ki, yo bu nəsə bu adi uşaq deyil. Başlayır onun əlamətlərini axtarmağa və görür ki, peyğəmbərlərə xas olan onun əlamətləri var. İndi burada da yəhudilər bu cür başa düşürlər və eynilə zəmin yaradırdılar və o kütləyə öz ayinlərini təbliğ edirdilər. Bəs buradan da bir sual var. Biz deyirik ki, hamı deyir, necə olur? Hər bir şey elə Mesopotamiya bölgəsində bilinir. Ancaq peyğəmbərlər bura gəlib. Yox, təsəvvürünüzə gətirin ki, məsələn deyək, Quran deyək Çin mədəniyyətinə aid olan şeyləri desin, Hind mədəniyyətinə aid olan şeyləri desin. Cəmaət deyəcəkdi ki, bu buradan nə demək istəyir? Bilməyəcəkdilər nə demək istəyir. Yəhudilər ki, hansı peyğəmbərləri daha çox tanıtdırmışdılar, hansı ayinləri edirdilər, Quran da onların danışıqlarını başlayır islah etməyə, düzəltməyə. Çünki o cəmiyyət Şüeyb tanıyırdı, İsa tanıyırdı, nə bilim İsmail tanıyırdı. Deyir ki, Hindistana Allah peyğəmbər göndərib və onu desəydi, onu nə yəhudilər tanıyacaqdı, nə ərəblər tanıyacaqdı. Ümumiyyətlə bunu təsdiq edəcək bir fakt olmayacaqdı. Yəni mövcud bir bazası olan bir cəmiyyətə bu gətirildi ki, baxın bu sizdə bu bildiyiniz şeylərdə bunlar rəndələnməlidir. Bunlar yanlışlardır, bunlar düzgünlərdir. Bu nətərsə siz bunu bu informasiya təhrifə uğrayıb və onun həqiqəti o deyil budur. Məsələn, hansısa bir xarici səfir Azərbaycanda gəlib xalqın o qanına qaynaşmaq üçün neynir? Gedir şəhidlər abidəsini ziyarət edir. Daha sonra Novruz barəsində danışır. Dildə Daha öyrənməyə sonra bəli, çalışır. ləhcələrdə danışır. Məsələn, qayıdıb desə ki, Washington kimi, Lincoln kimi olun, bizim cəmaət heç yer ki oyana. Amma qayıdıb deyəndə ki, Qoç Koroğlu, nə bilim, bu cür deyəndə biz deyirik, bəh, görək nətər danışır. Quran da o cəmiyyətin başa düşdüyü peyğəmbərlərdən, ayinlərdən, bu cür şeylərdən danışıb. Elə bir şey danışmayıb ki, onlar düşün ki, bu nə olan şeydir, biz bilmirik. İndi nələri ki bilməyiblər, Quran buna deyib. Orucluq da bu cür idi. Yəni oruc biz Qurana baxanda görürük ki, əvvəllər də var idi. Xanım Məryəm, Həzrət Zəkəriyyə sükut orucu tutublar. Amma İslam gəldi orucu qadağan elədi, haram elədi. Baxmayaraq ki, indi kimsə deyər ki, hani Quranda qeyd edilib o. Yox, bunlar başqa bir mövzunun nəticələridir. İslam gəldi vüsal orucunu qadağan elədi. Vüsal orucu odur ki, sən 2 gün ardıcıl iftar o başlanlıq etmədən oruç tutasan. Özünü salırsan təhlükəyə də. Elə bilin ki, iftar eləmədim. O başlanı da eləmədim, birbaşa ikinci günü yapışdırdım. Bu xristianlıqda vardı yoxsa yəhudilikdə? Bu mən dəqiq araşdırmamışam ki, bu nə idi. Yəni bu Amma ola bilər İslamdan öz qabaq metodunda olub. olsun da. Bu ola bilər öz metodunda olsun ki, bax mənə elə gəlir ki, daha yaxşı olar ki, 2 günü mən yapışdırım bir-bir və dedi ki, olmaz özünü atarsan zərərə. Əlbəttə, bir var mən yemək tapmaram belə edərəm, o batil deyil ha mənim orucum. Yəni qəsdən ixtiyari şəkildə belə bir eksperiment təcrübələr etməyə icazə vermir Allah. Və ya biz görürük ki, əvvəllər belə bir qanun var idi ki, niyə görə daha sonraki ayələrdə biz görürük deyir ki, sizə halal edildi, yəni yoldaşlarınızla münasibət qurmaq. Allah Taala Quran ayəsində 2 məsələni önə çəkir. Bir deyir ki, yeyib içmək, bir də qadınlarla cinsi münasibət. Niyə görə?
Bunun da səbəbləri var. Çünki Yəni Ramazan ayında müəyyən Bəli. bəlli saatlarda və indi qadağan. deyəcəm ki, biz bilirik ki, oruc deyəndə terminoloji olaraq sübh azanından, indi bu azan yoxdur, yəni sübh vaxtının daxil olmasıdır meyar. Azanın eşidilməsi deyil. O vaxtdan məğrib daxil olan vaxta qədər orucu batil edən şeylərdən, yəni qurbətən ilə Allaha yaxınlaşmaq məqsədi ilə əl vurmamaqdır. Qabaq isə hətta peyğəmbərin dövründə belə. Çünki orucluq hardasa hicrətin 2-ci ilində müsəlmanlara vacib edildi. Bəzən belə şübhələr yayırlar. Bundan qabaq müsəlmanlar oruç tutmurdular bəyəm. Hicrətin 2-ci ili o deməkdir ki, peyğəmbər Məkkədə olub, Məkkədən gəlib, Bədir döyüşü olub, artıq Ühud döyüşü, bunda müsəlmanlara oruc vacib edilir. Yəni peyğəmbər artıq Mədinədə idi. Bəli, hicrətin 2-ci ilindədir. Cəmaət çaşar ki, bu necə olar? Yəni Quranın formalaşdırdığı müsəlmana baxın, get-gedə formalaşır. Amma bizdə kimsə müsəlman olmaq istəyirsə, biz ona bütün illərin yükünü taxırıq ona ki, gələ. Yəni müsəlman hardan ara formalaşmalıdır ki? Yəni üzr istəyirəm, müsəlman olmaq dedikdə dostlar burada zaten biz hamımız doğulanda avtomatik proşivka ilə müsəlman oluruq. Müsəlman gedir. Öləndə də elə müsəlman kimi dəfn olunur. Yəqin ki, burada artıq bir müsəlman şəxsin vaciblərə riayət eləmək istəyinə başlaması və müəyyən haramlar ki, əvvəl əhəmiyyət vermirdi, onlardan çəkinməyə istəyinə başlaması. Yəni xaricdə də bizim təbliğatımız nədən başlayır? Etiqaddan başlamır. Şəriət hökmlərindən başlayır. Məsələn, örtüyü filan. Adam var, Allahı tanımır. Kimsə mənə qayıdır deyir ki, mən sıxılıram məsələn də örtüyü açmaq. Adam oturub ortadan danışsın, örtüyü heç bir bunlar təsir eləməyəcək. Allahdan başlanmalıdır insan. Ondan sonra peyğəmbər, ondan sonra qiyamət filan, Quran, bunları qəbul edən adamla sən başörtüsündən danışa bilərsən. Yoxsa bunların heç birini qəbul eləmir. Sən onu ilə hansı hökmdən danışsan, heç bir təsir olmayacaq. Nə demək istəyirəm? Yəni müsəlmanlar oruç tuturdular. Sadəcə oruc qanuni şəkildə getmirdi. Məsələn, biz də görürük ki, Azərbaycanda elə qanunlar var ki, dövriyyədə olur. Amma yazılmır. Bəzi qanunlar da var ki, hətta yazılıb, amma ölü qanundur. Bəli. İşləy deyil. Mən məsələn görmüşəm, amma daha sonra bunlar qanuni şəklə alınır. Məsələn, deyilir ki, filan şeyləri eləməyin, edin. Mən görmüşəm, Azərbaycanda bir neçə il bu yazılmadan tətbiq edilir. Daha sonra qanuniləşdirilir. Belə üsullar var. Bu oruc da bu cür idi. Çünki müsəlmanlar hətta təsəvvürünüzə gətirin, çətinliyə bir fikir verin. Axşam yeməyini yedin, yeyə bilmədinsə, sən yatdınsa, sən artıq o birisi günün orucunu tutmalıydın. O başlanlıq versiyası yox idi təxminən. Bir nəfər var idi, Peyğəmbər səhabələrindən gəlmişdi, yorğun idi, yatdı, axşam yeməyini yeyə bilmədi və ayıldı, xəndək qazırlar sabahsı günü. Oruc, müsəlmanlar xəndək qazır. Bu yazıqda gedib qazmağa ürəyi gedib. Peyğəmbər gəlir onun başına, necə belə qəlbi yanırdı ona. Yəni qayda qanunlar yox idi və ya sən Ramazan ayının axşamlarında belə öz xanımınla münasibət qura bilməzsən. Bu həmən o 2-ci ildə qanuniləşdi, ona qədər olan durum idi. Yəni müsəlmanlar tuturdular, amma çətin qaydalar şərti ilə. Yaxşı, o qaydalar hardan gəlmişdilər? Peyğəmbərdən soruşmurdular. O qaydalar ürfün qaydaları idi. Yəni ki, qayda belədir ki, uzun müddət ki, biz bu cürdə oruç tutmalıyıq. Yəni cəmiyyətin qaydaları da peyğəmbərə də bununla bağlı hər hansı bir fərman gəlməmişdi, peyğəmbər də müdaxilə etmirdi. Bəli. Daha sonra Allah Taala bunu sınağa çəkmişdi. Çünki müsəlmanları çəkir. Necə qiblə məsələsi görürdünüz, qiblə məsələsində də müsəlmanları çəkdi. Allah Taala Quran məsələn bəzi hökmləri gecikdirib müsəlmanları imtahana çəkmək üçün. Sən hələ bu çətin şərtlərlə yerinə yetirə bilirsənmi? Kimlər ki keçir, artıq orada. Keçən keçir, keçməyən keçmir. Məsələn, Hüdeybiyyə sülhü. Müsəlmanlar qayıtdı, dedi, sən İslam peyğəmbəri bir ömür yenə də Məkkə müşrikləri ilə döyüşmüsən, gəlirsən burada onlarla saziş bağlayırsan.
Müşrik hara, sən hara onlarla müqavilə bağlayırsan, deyirsən, özü ki, bu müqavilənin şərtləri sənin əleyhivədir. Baxın, bunlar hamısı müsəlmanları imtahan etmək üçündür. Əlbəttə, Məkkənin verəcəkdi Allah Taala Peyğəmbərə. Fəth edəcəkdi. Yenə də qayıdım deyim ki, daha sonra ayə nazil oldu ki, siz sübh vaxtına qədər yeyib içə bilərsiniz, heç bir maneəsi yoxdur. Və xanımlarınızla da münasibət qura bilərsiniz. Burada müsəlmanlara daha da rahatlıq gəldi ki, yəni günün neçə saatı mən oruc oluramsa, neçə saatında ki mən sərbəstəm. Daha, yəni insanı belə baxanda ki, orucu neçə şeylər batil edir. İnsana digər batil edəcək şeylər elə də maraqlıdır. Yeməkdir, içməkdir, bir də münasibətdir də daha çox ən aktualdır. Ona görə bəziləri ona görə deyir, hani deyir Quranda orucu batil edəcək digər şeylər yoxdur. Ancaq bu üçü yazılıb. Çünki hələ üçü daha çox insanın həyatında aktualdır. Digərləri isə ola bilər ömür boyunca olmasın. Məsələn, orucu batil edəcək şeylərdən biri, üzr istəyirəm, imalədir, maye şeylərini imal etmək. Bu insan üçün nə qədər aktualdır? Yəni mədə bağırsağını şeylərə qəsdən qusmaqdır. Bu nə qədər aktualdır ki, Quran buna bir diqqətlə ayırsın. İnsan ola bilər ki, 10 ildə, 15 ildə bir dəfə başına gəlməsin. Amma yeməkdir, içməkdir, münasibət daha çox aktual olduğu üçün ki, Quran buna daha çox fikir bildirib. Yenə də deyim ki, yenə də nəticə olduğu üçün ki, Hicrətin 2-ci ilində vacib edilib, lakin bundan əvvəl müsəlmanlar oruç tuturdular. Amma daha sonra qanuniləşdi və müsəlmanlara oruc rəsmi qaydada qeyd edildi. Ya əyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam. Ey iman gətirənlər, baxın iman gətirənlər. Yəni sən iman gətirməlisən ki, oruç tutasan. İman gətirməmiş adama mən nə deyim oruç tut? Sizə deyir ki, oruc yazıldı kutibə. Bəzən deyirlər, niyə kutibə verilir? Yazıldı. Yəni bunu artıq heç yana silmək olmur. Yəni bunun hökmü heç vaxt dəyişə bilməyəcək. O yana edəsən, indi fikir verin, orucun hökmlərini hətta mən hədis qəbul etmirəm, filan etmirəm, sürüşdürə bilmirlər də o yana bu yana da fikir verirsinizsə, yazıldı. Necə ki, sizdən öncəkilərə yazılmış. Yəni bu təkcə sizə gəlməyib ha. İndi kimsə düşün, İslam oruc gətirib, ondan əvvəl də var idi. Quran deyir ki, bundan da öncə olub. Niyə görə? Ola bilər ki, siz təqvalı olasınız. Bu da orucun bizə nəticəsidir. Yəni təqva, özünə nəzarət, bu nədir? O başqa mövzudur. Deməli, keçən podkastımızda da bunu demisiniz ki, İslam, orada müxtəlif geniş formada danışırsınız və bir şeyə də toxunursunuz ki, İslam insandan, müsəlmanlardan itaət istəyir və yenə də indi 2026-cı ildir. ChatGPT-nin 5.2 versiyası istifadəmizdədir. Gemini də qəşəng işləyir. Kling 3.0 versiya çıxıb və s. və ilə axır. Elon Musk da nəhayət ölməsə qalsa insanları Marsa göndərəcək. Psixoloq əvəzinə süni intellektlə məsləhətləşir və s. Bütün bu reallıqlarda və bu reallıqların içində artıq yetişən bir gənc nəyə görə hansısa bir dinin, lap elə özünün aid olduğu dinin ondan itaət tələb elədiyi bir halda, bu tərəfdə də bu imkanlar var. Niyə itaət etsin ki? Bilirsiniz, niyə itaət etsin? Mən qayıdıb deyirəm. Bilirsiniz, hərdən sual verirəm. İnsanı nə vadar edir ki, bu Epstein məsələsinə bəraət qazandırsın? Bizimki. Və belələri. Yox, siz bilmirsiniz. Çox böyük rezonans doğurdu. Kimsə paylaşmışdı. İndi X olunub da Twitter dedi ki, müsəlmanların başında olsaydı bu məsələ necə olardı? Bütün dünya ayağa qalxardı. Niyə siz sursuz buna? Bilirsiniz, və ya məsələn Amerikada, ABŞ-də nəsə bir trendə düşür. Nə vadar edir o gənci ki, o trendə baxır necə rəqsin qaydalarını edir, tabe olur da, təqlid edir də bir növdə. Niyə təqlid edirsən sən onu? Çünki trenddir. Bilirsiniz, məsələn, müəyyən şeylərdə, indi biz baxırıq, deyək ki, indi Fələstində baş verilən şeylərdir. Görürsünüz ki, görürsən Fələstində baş verənləri müdafiə eləmək nə qədər belə müasirlik şeydir. Belə düşünənlər var. Pep Guardiola çıxır, danışır.
onun danışığı bəzən neçə dənə müsəlman liderin danışığından daha möhkəm səslənir. Futbolçudan söhbət gedir də bu günlərdə Manchester City-nin baş məşqçisi. Mən futbol nələrdə maraqlanıram, amma belə bir xəbər gördüm ki, nə boyda rezonans doğurdu ki, Pep Guardiola Fələstindən danışır. Bu hələ yatmış bəzi müsəlmanları da ayıldır ki, qardaşım, buna normal bir şey deyil, insan qətillərinə insan səs çıxarmalıdır. Biz baxdıq, gördük ki, o yəni trenddirmi? Görəsən, yox, bu nəsə trend deyil. Tutalım ki, o kilsə yandı şeydə. Fransada kilsəsi idi. Parisdə. Hədə bərpasda. Başladılar ağlamağa filana. Niyə? Çünki məşhur simalar başlayır bunu eləməyə. İndi təsəvvürünüzə gətirin ki, nə qədər bizdə var, biz hara inteqrasiya edirik. Amma mən üzr istəyirəm, bizdə də biz vaxtilə Xocalı soyqırımı və sair baş verəndə sırf bizim insanlardan söhbət gedirsə, düşünürəm ki, biz də bu dəstəyi görməmişik deyə bu suallar yaranır da. Bəli. Ki, bizə də o vaxtı bir hay verən olmayıb. Bəli. Mənə maraqlıdır ki, niyə görə bunu qərbdə olan insanlar Fələstindən onlara nə dəxli? Niyə onlar bunu işıqlandırmağa çalışırlar? Onlar qayıdıb düşünürlər ki, mən məsələn Fransada yaşayıram, Fələstindən Fransaya nə bilim İngiltərəyə nə, amma onların, yəni onlar biraz bu nə deyim mən bunu adını bilmirəm, aşıblar, insanlığa çatırlar ki. Başqa mühitdə yaşayırlar da, yəni. Bəli, yəni mən müsəlman da deyir ki, nə deyim Çində insan qətilləri baş verirsə, qayıdım deyim ki, o müsəlman da ölməyə lazımdır, vecimə də deyir. Yox, bu cür yanaşmaq lazımdır. Yanaşma yanlış. İndi nə etmək istəyirəm? Bu itaət məsələsi. Biz nə qədər baxırıq, hələ də təyin edə bilməmişik ki, hara inteqrasiyadır. Fikir verin, son zamanlar o jurnalistin qayıdıb deməsi ki, az yaşlı uşaqlar örtünməsi məcburiyyət olmasın. Mən bütün müsəlman kimliyimi qoyuram bu dəqiqə. Adın nə qoyurlar, liberal qoyurlar, qoysunlar mənə, ad, sekulyar qoyurlar, hər nə deyirlərsə. Mən dini kimliyimi qoyuram qırağa. Deyirsən ki, az yaşlı uşaqlar başlarını örtməsinlər, bu məcburiyyətdir. Gözəl, qəşəng, başa düşdüm. Mən özüm də məcburiyyəti qəbul etmirəm. Hərçənd mən bu adamı deyəni görmürəm ki, uşaqların əmək istismarı kimi reklam olunması, müxtəlif partilərdə rəqs etməsinə etiraz bildirsinlər. Bunun kökündə müqəddiməsində bu islamofobik yanaşma var. Amma danışanda emosiyalarını saxlaya bilmir. Qayıdır deyir ki, niyə mən gələcəyimi verim qurban, niyə məhdudlaşdırım? Bu müqəddimələrdir ona bu nəticəyə gətirib çıxaran. Və göstərirsən ki, bizim nə qədər örtülü qızlarımız yüksək nəticələr qazandırıblar. Mən həm müsəlmanların örtüyə riayət etməyən qadınları pisləməsinə yəni qəbul etmirəm bu fikri. Yəni örtüdə olanlar müqəddəs Məryəmdilər, örtüdə olmayanlar nə qədər bizim analarımız, bacılarımız, yoldaşlarımız var. Nə bu fikri dəstəkləyirəm ki, əxlaqsızdır, nə də bu tərəfi ki, bunlar geridə qalmışdı. Madam ki, deyirsiniz ki, örtük əxlaq göstəricisi deyil, qadının geyimi heç vaxt onun əxlaq ölçüsü ola bilməz. Niyə özünüz geyim əsasında cəmaatı cahil hesab edirsiniz? Sən xoşuma gəlmir ki, deyəsən ki, kimsə açıq geyindi, onu nöqsan gətirəsiniz. Və sən niyə o geyim əsasında kiməsə cahil, kiməsə geridə qalmış deyirsən? Və baxın, o trendlər var ha. Yox, mən necə təsəvvür edim ki, məsələn, Amerikada, İngiltərədə inkişaf etmiş bir hicablı bir xanım nəsə bir elmi nailiyyət əldə eləsin. Yox, bu nəsə trend deyil axı. Bir dənə dünyada insafən bunu da deyimci sözümü qutarım. Ən belə baxsaq geridə qalmışlardan biri ərəblərdir. Neçənci əsrdir bu ərəb yenə də köhnə paltarında geyinir. Cəmaata əsla öz mədəniyyətini qoymur, yad mədəniyyət gəlsin. Baxın, bəziləri burada da ehtimal veriblər ki, məhz Quranın hər bir şeydən əlavə ərəblərə gəlməsində onların təəssübü lazım idi. Yəni Quranı hər bir təhrifdən təəssüblə qorusunlar. Yəni başqa şeylər, o inteqrasiya həvəsləri Quranı aradan aparmasın. Onlar öz mədəniyyəti kimi müəyyən mərhələyə də ki, əcəmlər gəlsin,
nə bilim türklər gəlsin, başqalar gəlsin ki, yiyələnsinlər bunu. Quran hifzin müqabilində təhrif oluna bilmədi. Ən çox dünyada indiyənə qədər ən çox əzbərlənilən kitab Qurandır. Ki bunun bəlkə yüz minlərlə bəlkə şeyləri var, hafizləri vardı, bəlkə milyonlarla. Yaxşı, biz o nüansı ya bəlkə də dediniz, mən başa düşmədim. O nüansa toxuna bilmədik. Axı niyə bu qədər texnoloji inkişaf olan dövrdə bir gənc İslama tabe olmalıdır? Mən indi yenə də qayıtdım, onu demək istəyirdim. Məqsədim bu idi ki, tabeçilik indi də var. Dəbə tabe olacaqsan, sənə qeyd olunan zaten trendlərə tabe olursan, zaten sən nəyəsə tabe olursan da, yəni tutaq ki, İslamın qaydasına tabe olmasan, trendlərə tabe olursan. İçindədir. Bilirsiniz, gücə tabe olmaq, güc kimdirsə ona tabe. Bəzi psixoloqlar deyirdilər ki, biz müasir dünyanın dinini biz təyin edirik. Belə bir iddia var idi. Yəni Allah da bilir ki, insanda tabeçilik hissi var. Şəriəti qoy qırağa. Allah deyir ki, mənə tabe ol. Ən güclüsü mənəm. Ən aradan getməyəni mənəm filan. Bunlar var, bunlar səni xusrana gətirib çıxardacaq. Ona görə mən deyirəm, biz İslamı dəvət, təbliğ edərkən bu prizmadan yanaşsaq, mən də hərdən bunları düşünmüşəm sonda. 24-cü əsrdə gəncə nə dinlə maraqlı ola bilər? Gəncə ola bilər ki, deyək ki, indiki şəriət qaydaları maraqlı olmasın. Amma insan və yaradıcı münasibəti hər zaman maraqlı olacaq. İndi biz deyirik, yox, gələcəkdə olmayacaq. Sovetun dövründə də deyirdilər də, din öldü. Nietzsche də dedi, Allah öldü. Hanı öldü? Ölməyib faktiki. Aktualdır yenə də. Amma Allah aktualdır ya. Şəriətin o şeyləri ayrıcadır. İnsan hər zaman öz yaradıcısını axtarır. Yəni bu bizim fitrətimizə qoyulan bir şeydir də. Ona görə də yenə də deyim ki, o tabe olmaq nə qədərdirsə o aktuallığını qoruyacaq, saxlayacaq. İndi ehtimal ki, kimsə yazacaq ki, Nietzsche Allah öldü deyəndə başqa şey nəzərdə tuturdu. Bilirəm. Xristian kilsələri o başqa bir məsələ var. Amma yəni yenə də yaza bilərsiniz, amma düşünməyin ki, bunu ağlımızda bulundurmuruq türklər demişkən. Fərid bəy, təşəkkür edirəm gəldiyinizə görə. Mən bir daha bizi izləyib dinləyənlərə xatırlatmaq istəyirəm ki, Ramazan ayı ilə bağlı Niyə oruç tutmalıyıq başlıqlı bir podkastımız var kanalda. Onu bu videonun sonunda da yerləşdirəcəm. Özünüz də axtara bilərsiniz. İzləyə bilərsiniz. Orada daha çox danışmışıq o barədə. Biz əslində başqa bir format planlayırdıq bu günə, amma bu belə deyək də prosesdə mənim suallar ki, ağlıma gəldi. Mən çalışdım onlara cavab tapım. Yaxşı oldu. Ümid edirəm bizi izləyib dinləyənlərə də buradan hər hansı bir fayda toxundu. Əgər sizin də bir suallarınız varsa ağlınızda, şərhlərdə yazın. Ola bilsin ki, gələcək podkastlarda biz onlara da toxunaq. Mənim özümə də maraqlıdır. Əgər ilk dəfə bu kanal sizin qarşınıza çıxıbsa, kanala abunə deyilsinizsə, abunə olun. Bu sizin üçün sadəcə adi bir düyməni klik etməkdir, amma bizə bir dəstəkdir. Amma bizə maddi cəhətdən də dəstək olmaq istəsəz, ihanələr edə bilərsiniz. Bunun üçün Patreon və Ko-fi platformaları var. Videonun altında onlara keçid var. Həmçinin podkast platformasında dinləyirsinizsə, orada da keçidlər var. Bizi sosial media hesablarından izləyə bilərsiniz. TikTok, Facebook, Instagram, WhatsApp və Telegram. Bu qədər. Çox sağ olun ki, bizi dinlədiniz. Fərid bəy, sonda nəsə demək istəyirsinizsə, buyurun. Mən də təşəkkür edirəm. Mən də sözün düzü belə mənim ürəyimcə oldu ki, belə rəngarəng danışsınlar. Çünki bəzən mən də düşündüm ki, indi sırf orucla əlaqədar danışsaq, onsa bu ərəfədə çox danışırlar bu barədə. Sizə də təşəkkür edirəm ki, çox belə maraqlı, canlı suallar verdiniz. Mənə də xoş oldu. Sağ olun. Sağ olun. Belə dostlar, sonda da həmişə kimi çalışın, sağlam və xoşbəxt olasınız. Bu çox vacibdir. Hələlik.